El-Qabid, El-Basit. O, hikməti və qüdrəti ilə ruhları yanında saxlayır. Qullarından istədiklərinin ruzilərini isə onlara vermir. O, həmçinin səxavəti və rəhməti ilə ruzini genişləndirəndir. Bununla da qullarını öz hikmətinin tələb etdiyi kimi imtahan edir. Həmçinin o, günah edən üçün tövbə etsinlər deyə tövbə əlini açır. El-Mu'ti. O, yaratdıqlarından istədiyinə, öz xəzinələrindən istədiyi qədər verəndir. Onun bəxşini heç kim qaytara bilməz. Onun bəxşindən mömin qulları övliyaları üçün böyük bir nəsib vardır. O, həmçinin hər bir şeyə öz formasını və surətini vermişdi.